Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammedin və alihi tahirin. İnşallah Fatihə surəsinin təfsirinə başlayırıq ki, zahiri təfsirlə, ki, hamımızın başa düşəcəyi bir dillə, ki, biz bilək ki, biz Allahla namazda bu Fatihəni deyirik, Allahla nə danışırıq, nə deyirik Allaha. Bu məna nədir? Bir damcı da olsa mənasını başa düşək. Birincisi, Fatihə surəsinin ümumi mənası haqqında budur ki, ümumi olaraq biz Fatihə surəsinə baxsaq, sözlərin düzülüşü və deyiliş tərzinə görə başqa surələrin çox fərqli surədir. Və başqa surələrdə Allah öz tərəfindən danışır, amma bu surədə bəndələrinin dilindən danışaraq Allah öyrədir bəndələrinə ki, necə danışmaq lazımdır, mənimlə necə danışmalısınız. Necə ki, həmçinin üçün Allahın öyrədənliyi ki, Ər-Rəhman surəsində buyurur ki, Ər-Rəhman əlləməl Qur'an, xaləqəl insan, əlləməhül bəyan. Əlləməl Qur'an, Qur'anı öyrətdi, insanı yaratdı və bəyanı öyrətdi ki, necə bəyan eləməlisiniz. Ona görə də ilk müəllim Allahın özüdür ki, necə ki, əlləməl Adəməl əsmaə kulləhə, Adəm əleyhissalamın bütün isimləri, bütün adları öyrətdi. Və müəllim odur. Həmin o müəllim ki, mütləq şəkildə müəllimdir və ilk müəllim də ilkdir. Və həmin müəllim gəlir bizə özü ilə danışmaq üçün, necə danışmaq lazımdır, onu bizə öyrədir. Və ona görə nədir bu surə? Allahla vasitəsiz bir dənə rabitə qurmağa bizə kömək edir. Yəni, Fatihə, yəni Allahla Allahın dediyi kimi ünsiyyət qurmaq. Çünki Allah öz sözünü, öz kitabını Fatihə ilə başlayıb və birbaşa məxluqla Xaliq arasında qurulan əlaqə kimi göstərib. Həmçinin bu Fatihə surəsinə Ummul Quran da deyilir. Necə ki, Peyğəmbər sallavatullahdan hədisimiz var ki, canım onun əlində olan Allaha and olsun ki, Allah nə Tövratda, nə İncildə və nə də Quranda bu surənin misli kimi bir şey nazil etməyib. Həmçinin bu surədə Tohid, Məad, Hidayət, Zəlalətdən bəhs açılır və ümumən Quranda ki, Quran da bu bəhslərdən ibarətdir deyənə, ümumən sanki bir dənə surədə bütün Quran cəm olunub. Həmçinin bizdə fiqdə ki, şəriətdə ki, Quran, bu Fatihə surəsini biz namazlarımızda oxuyarıq və vacibdir bunu oxumağı tərk eləmək olmaz ki, necə ki, hədisimiz var ki, La sələtə illa bi Fatihətil kitab. Fatihətil kitabdan, yəni Fatihə olmadan heç bir namaz olmaz. Ona görə də biz namazlarımızda Fatihəni oxuyuruq. Həmçinin ki, Bismillah ki, ən böyük şey var. Bismillah bu surənin bir hissəsidir, yoxsa yox, ümumən Bismillah. Bizim fikrimizə görə bir odur ki, Bismillah nəinki Fatihə surəsinin bütün Quranın surələrinin bir cüzüdür. Çünki hədisimiz var ki, buyurur ki, biz o vaxtları bir surənin başqa surədən ayrı olmağını biz tanıyardıq Bismillahın nazil olmağı ilə. Yəni, Bismillah ki, nazil oldu, bilirdik ki, bu başqa surədir. Bu başqa surədir. O başqa surədir, bu başqa surədir. Ona görə də Bismillah nəinki Fatihə surəsinin bir cüzüdür, hətta bütün Qur'anın surələrinin hamısının bir cüzüdür. Ona görə də hətta Hicr surəsindəki var ki, وَلَقَدْ آتَيْنَاكَ سَبْعًا مِنَ الْمَسَانِي وَالْقُرْآنَ الْعَظِيمِ ki, Allah burada səb'əl məsani, yəni bizim həmin Fatihədir ki, 2 dəfə nazil olub, 7'lik. 7'lik deyəndə səb'ə minəl məsani, 7'lik deyən 7 ayə deyirsə bu, 7'lik deyilirsə bu Quranda, o deməkdir ki, Bismillah bunun bir cüzüdür. Bismillah bu Fatihənin bir cüzüdür və bizə vacibdir ki, Bismillahı Quranla Fatihədən ayırmayaq. Həmçinin surəyə bir dənə ümumi baxış olanda, Allah rəhmət etsin Şeyx Təbərsini, Əminul İslamı, o buyurur ki, öz təfsirində buyurur ki, insan Allahın nemətlərini müşahidə etməklə, ki, insan ki, Allahın nemətlərini müşahidə etdi, başlayır onun adı ilə başlamağa ki, Bismillah. Allahın adı ilə başlayıram. Allahın adından kömək istəyərək başlayıram. Və
bu nemət verənin yeganəliyini ki etiraf eləyir və artıq yeganə nemət verən varsa, ancaq nemət verən olsa, deməli həmd və şükür bütün ona məxsusdur. Ona görə də əlhəmdülillah. Və bütün nemətlərin ondan olmasını başa düşəndə ki, insan ki başa düşdü, bütün nemətlər ondandır, Allahdandır. O deyir Rabbul Aləmin. Çünki bütün nemətlər ondandır və o bu üçün Rəbbin içində malikiyyətliyi də gizlənib, malikiyyətliyi də mənası gizlənib, onun içində idarə edicidir və o Rabbul Aləmindir. Bütün nemətlər ondandır. Ona görə Rabbul Aləmindir. Bütün aləmlərin nemətləri ondandır. Və Rəbliyindən əlavə bütün mövcudların ruzisini və öz öhdəsinə götürdüyünü başa düşəndə buyurur ki, Ər-Rəhman, bütün ki biz inşallah danışacağıq Ər-Rəhman və Rəhim barədə. Bütün mövcudlar, istər mömin oldu, istər kafir oldu, istər müşrik oldu, kim olur olsun ona öz ruzisini əta eləyir. Amma görür ki, günahları, üsyanları görəndə ilahi məğfirəti müşahidə edərkən görür ki, burada bir dənə xüsusi baxış var ki, həm bu dünyada, həm o dünyada ki, Allahın rəhimliyi həm bu dünyadadır, həm o dünyadadır. Eynən rəhmanlığı da, rəhmanlığı da bu dünyada, o dünyadadır. İnşallah danışacağıq. Və buyurur ki, burada bir dənə xüsusi rəhmət görür və xüsusi və həmçinin sabit davam edici bir dənə rəhmət görür və o deyir, Ər-Rəhim deyir. Və insanları bir-birinə görür ki, bu dünyada, bu yaşayışda insanlar bir-birinə təcavüz görür. Təcavüz görür ki, əgər burada təcavüz varsa, bunun bir dənə hesabı olmalıdır. Yoxsa başı başına dör ki, aləm başı başına dör ki və bunu görəndə artıq o deyir ki, burada bir dənə cəza günü var. O bir dənə sahib olmalıdır ki, o cəza günü bu cəmaatdan bu təcavüzünün, bu zülmünün, bu haqsızlığının qabağı soruşsun ki, niyə belə eləmirsən və onun cəzasını da onu versin. Ona görə deyir ki, cəza gününün olacağını bilir və Maliki Yevmiddin deyir və onu da maliki görür. Qiyamət günü, hesab gününün maliki görür. Və beləliklə bütün bu mərhələləri Allahın gözəl adlarını deyir və ilahi məhzərdə, Allahın ilahi məhzərində olduğunu biləndə buyurur ki, İyyəkə nə'budu. Və bu qədər şey varsa, gedək mən ancaq ona ibadət edeyim və o ibadət yolunu köməksiz də getmək mümkündür. Ona görə də buyurur ki, əbd buyurur ki, bəndə buyurur ki, İyyəkə nəstə'in. Yalnız səndən istəyirik. Və görür ki, bəndə görür ki, burada yollar çoxdur. Və bu yollar çoxluğunu görəndə Allahdan nə istəyir? Ən yaxşı yolu istəyir ki, ilahi sən mənə ən yaxşı yola yönəltkinən. Ona görə buyurur ki, əbd deyir ki, ehdinə sıratəl müstəqim, bizi düz yola yönəltkinən. Və sıratəl müstəqimi deyəndən sonra görür ki, bu yol elə yoldur ki, çətinliyi var, bu yolun dərəsi var, bu yolun daşlısı var, düzü var. Bu yol görəndə artıq buyurur ki, bu tək tənha keçmək olmayacaq. Gələk mənə bir dənə burada yol həmsəfərlər olsun ki, mən onlara ehtiyac duyuram və onlardan götürüm mən necə bir yol gedim, necə bu yolu qət eləyim. Ona görə deyir, sıratəl-ləzinə ən'amtə əleyhim. Mənə yolçular, onlar lazım ki, sən onlara nemət vermisən. Nemət verdiyin kəslərin yolunu məni hidayət eləginən, yəni. Və bu yolda istəyir ki, ona biganələr qoşulmasın. Bu yolun əhli istəmir ona qoşulsun. O qeyri əhli, bu yolun əhli olmayanlar və o sıratın ki, oranın ki, yolçu dörlər və ümumən heç bunlar düzgün yol gedə bilmirlər. Onlardan uzaq qalmır. Qeyril məğzubəli ki, sən ilahi sənin ki, qəzəbə düçar olub, mən onlardan ayrı ginən və vələz-zalim və məni əyri yolda olanların yolundan ayırır ginən. Və bu yolda bu nədir? Həmin bu yol ilədir ki, Allah övliyaları ilə təvəlla, düşmənləri arasında təbərrah. Həmin bu axırıncı ayədir ki, bizə göstərir ki, Allah övliyaları ilə biz yaxın olmalıyıq, onları sevməliyik. Və Allah düşmənlərin arasında təbərrahımız gərək olsun ki, onlarla Allahın düşməni dostu ilə dost olaq və düşməni ilə düşmən olaq. Və həmin bu ayə, axırıncı ayə onu bildirir. Və Allah bu sözü, bu surəni öz adı ilə başlayır, öz Bismillah ilə başlayır. Və burada bir nöqtəni də qeyd edək ki, Bismillah deyəndə Allahın adının
adından kömək istəyərək başlayıram. Ona görə bir deyin ki, bəziləri var ki, vasitəni deyirlər, vasitə yoxdur, Allah vasitə qoşmaq olmaz və onu şirkdən bilirlər. Elə isə elə siz elə başlayan kimi, Bismillah deyən kimi şirkə düşürsünüz. Sizin fikir verə görə. Çünki Allahın özündən yox, adından istəyirsiniz. Və üçün əlamətdir deyəni biz deyəcəyik inşallah. İsim əlamətdir və Allahın özündən isimlər də Allaha gedən bir dənə yoldur. Həmin isim ki, Allahın elmiyyətidir, qüdrətidir, vəhdaniyyətidir, uluhiyyətidir. Allahın özüdür, zatı ilə eynidir. Onlar yəni sonradan yaranmayıb. Allahın uluhiyyəti sonradan yaranmayıb, vəhdaniyyəti sonradan yaranmayıb. Allahın o zatının özüdürlər. Və biz inşallah isim bəhsində bunu deyəcəyik ki, bəli, o əgər Allah o artıq o uluhiyyət gəlib Allah kəlməsinin kəlmə kimi, cümlə kimi düşəndə oralar məxluq olur. Allahdan qeyri bir şey olur. Və illa Allahın adları, yəni ki, ad deyəndə onun zatı kimi, zatı isimləri var ki, çünki Allah adı zatın adıdır. Allah ismi, Allah adını biz deyəndə artıq vasitə qoşuruq Allaha. Çünki Allah öz adından fərqli bir şeydir. Adından fərqlidir. Çünki biz bir dənə vərəqə Allah yazsın, bu Allah deyil ki, bu Allahdan bir dənə nişanədir bizə. Ona görə inşallah biz bunları isim bəhsini daha da bəhs edəcəyik. Allah inşallah bizləri öz doğru yoluna hidayət eləsin. Allah müvəffəq eləsin. Vəlhamdülillah və sallallahu alə Muhammedin və alihil əthar. Allahumma salli alə Muhammedin və ali Muhammed.